Bu ilin yanvar-fevral aylarında doğulan 15.971 körpənin 53,8% oğlan, 46,2% isə qızdır. Bu, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda öz əksini tapıb. Ekspertlər hesab edirlər ki, oğlan-qız nisbətindəki bu fərqin əsas səbəbi selektiv abortlardır. Bu məsələ ölkədə təhlükəli hal alıb. Qızların bioloji artım göstəriciləri oğlanlara nisbətən enib. Oğlanlar bioloji normadan çox doğulurlar, qızlar isə az. Bəs çıxış yolu nədir? Selektiv abortların bu həddə olması həm də onunla izah olunur ki, Azərbaycanda selektiv abortlarla bağlı ayrıca qanun yoxdur. Düzdür, əhalinin sağlamlığı ilə bağlı qanunda abortlara yanaşma var, abortların qadağası ilə bağlı bəzi nüanslar var. Ancaq bu qanun özündə də abortlarla bağlı yanaşma daha çox qadın mərkəzi yanaşmadır, yəni uşaq mərkəzi yanaşma deyil. Çox yaxşı olar ki, selektiv abortlarla bağlı ayrıca bir qanun qəbul olunsun. Azərbaycanda Nazirlər Kabinetinin 2020-2025-ci illəri əhatə edən deməli, uşaqların doğulana da cinsinin müəyyən edilməsinin qadağan olması ilə bağlı tədbirlər planı da var. Ancaq 2025-də onun fəaliyyət müddəti bitir. Çox yaxşı olar ki, onun fəaliyyət müddətinin yenidən 5 il artırılması ilə bağlı qərar verilsin. Sosioloq Üzeyir Şəfiyev deyir ki, bu cür vəziyyət uzunmüddətli dövrdə ölkədə demoqrafik problemə gətirib çıxaracaq. Eyni zamanda genofonda da təsir edəcək. Hesab edirəm ki, Azərbaycanda deməli bu qızların deməli bu səviyyədə statistikasının aşağı düşməsi bir sıra sosial fəsadlar yarada bilər. Belə ki, bu Azərbaycanda genofon təhlükəsizliyini təhdid edə bilər. Çünki bəlli bir müddətdən sonra qızların sayında daha ciddi əsaslı şəkildə azalma olduğu təqdirdə oğlanlar əcnəbi vətəndaşlarla ailə qurmağa üstünlük verəcək. Çox güman ki, bu da genofon təhlükəsizliyini təhdid edəcək. Hətta BMT-nin statistikasında, proqnozlaşdırılmış statistikasında belə bir rəqəm öz əksini tapıb ki, 2050-ci ilə qədər Azərbaycanda qızlar oğlanlardan 12.000 az olacaq. Yəni 12-15.000 az nisbətdə olacaq. Ekspertlər deyir ki, paralel olaraq nəsilvermə əmsalı da kəskin azalıb. 1962-ci ildə bu əmsal Azərbaycanda yüksək səviyyədə olub. Həmin dövrdə bir qadına 6 uşaq düşdüyü halda indi bu rəqəm təxminən 2-yə enib. Buna görə də dünya üzrə ən kritik ölkələr sırasındayıq. Bu mənada stimullaşdırıcı addım olaraq doğulan qız uşaqlarına verilən birdəfəlik müavinətlər artırıla bilər. İlk uşaqda verilən müavinətdən fərqli olaraq ikinci və üçüncü qız uşağının doğulması zamanı bu müavinətin daha da artırılması məqsədə uyğun olar. Eyni zamanda geniş maarifləndirmə işləri də aparılmalıdır.